أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم وكلوا مما رزقكم الله حلالا طيبا واتقوا الله الذي أنتم به مؤمنون. صدق الله العلي العظيم. Peygamber Ali Peygamber'e salavat zişşeliye. Bəli, bu oxuduğumuz ayəni əvvəlcədən tilavət elədik və oxuduq. Və bu gün istəyirəm elə bu məzmunda söhbətimiz davam eləsin. İnsanın ruzisi və halal qazanc. Bəhsimiz istəyirəm buna uyğun olsun və bununla bağlı əlaqədar olan hədislərdən və ayələrdən bir neçəsini inşallah sizin üçün oxuyacağım. Və inşallah ki, Allah onların da əcrini, o oxumağın da, əməl eləməyin də əcrin, mükafatını həm bizə, həm sizə inşallah əməl dəftərimizdə qeyd eləsin. Allah Təbarək və Teala bu surədə, yəni mübarək Maidə surəsinin 87, 88, 89-cu ayələrində bizlərə ruzi qazanmaq və Allaha xatir iş görmək və eyni zamanda Allahın halal bəxş elədiklərindən istifadə eləmək barədə danışır. Bəzən insan istifadə elədiyinə görə danlanar, bəzənsə Allah insanlar istifadə eləməyəndə danlayır. Bu sənindir də, niyə bundan istifadə eləmirsən? Halal neymətlər bəxş eləmişəm sizlərə və sizlər bundan yararlanmalısınız. Fərqi yoxdur o halal neymət, ruzi ancaq qida olsun, ruh, mənəvi qida olsun, maddi qida olsun və digər vəsair və ilaxır. Hər bir şərait, hər bir Allahın yaratdığı bəşər üçündür və Allah istəyir insan ondan düzgün və təyin olunan üslubda istifadə eləsin. Maidə surəsi Həzrəti Peyğəmbər Salavatullahın ömrünün son vaxtlarında təqribən nazil olub. Və Maidə surəsinin dediyimiz bu 3 ayəsi isə Peyğəmbər Salavatullahın məhşur bir xütbəsindən bir müddət sonra nazil oldu. Günlərin bir günü Həzrəti Peyğəmbər Salavatullah yığdı səhabələri Mədinə məscidinə. Həzrət qiyamət günündən danışdı, hesab kitabından danışdı. Qiyamət gününün ağrı acısından və hesab kitabının dəhşətindən danışdı. Bunu danışandan sonra bir neçə səhabə and içdilər ki, biz filan işlərdən, dünya ləzzətlərindən uzaq olacaq. Dünya nemətlərindən bir qrupundan uzaqlaşacaq, istifadə eləməyəcək. Onlar elə gördülər, elə bildilər ki, dünya nemətlərindən istifadə eləməyən insanın işi qiyamət günü yaxşı olacaq. Amma məsələn, onların içərisində Həzrəti Əli ibn Əbi Talib əleyhissalam var idi. O bilirdi nə etmək lazımdır. And içdi Həzrəti Əli əleyhissalam, gecənin bir qismi mən and içirəm, Həzrət and içdi. Və anda da əməl eləmək vacibdir. Çünki bir nəfər anda əməl eləməsə boynuna kəffarə gəlir. Bunu da deyim, yadda qalsın. Bir nəfər əsəbi olmadığı təqdirdə və eyni zamanda bilmədiyi təqdirdə, bunları bildiyi təqdirdə. Məsələn, ola bilər bir hadisəni bilmir, dəqiq, təxmini and içir o məsələyə. O yox, o sayılmır. Bir var qəzəbli haldadır, and içir, filan işi görəcəm. Bir də var ki, haram iş görməyə and içir. Bu andlar yerində deyil. Bu andlara əməl eləməsə daha yaxşıdır. Çünki bu and kimi sayılmır. Haram işlərdə, lazımsız işlərdə və qəzəbli halda görülən işlərdə and içsin
və o andı pozmalısan. Amma ağlın yerində olanda, normal halda and içsin, o anda əməl eləməsin, boynuna kəffarə gəlir. Ya 10 fəqiri yedirtməlisən. Bayaq o ayələr oxuduq, həmin ayələrdə, həmin hissələrdə oxuduq. 10 fəqiri yedirtməli, ya geyindirməli, ya bir qul azad etməli. Bunları eləyə bilməsin, 3 gün oruç tutacaqsan. 3 gün oruç tutacaqsan, o kəffarəni ödəmək üçün, andın kəffarəsin. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur, Allahı öz andlarınızın içərisində oyuncağa çevirməyin. And elə belə bir şey deyil ki. Onu da deyim, and ancaq 3 halda düzgün sayılır. O 3 halda 3 dənə and kəlməsi var. Vallahi, billahi, təllahi. Bu 3 dənə kəlmədən biri ilə, yəni Allaha and içsin. Məsələn, and içsin, and ola, məsələn, çörəyə mən filan işi eləməyəcəm, indi gəlsin onu eləsin, günah eləməzsən. Çünki çörəyə and içmirsən də, bu and kökündən batil idi axı, yerində deyildi. Ya and içirsən o işığa kör baxım, nə bilim filan olun, indi var da müxtəlif andlar. Bu andlar sayılmır, and kimi sayılmır. Yəni, insan bu işlərdə, indi ola bilər müqəddəs, məsələn, Qurana and içəsən, ola bilər məsumun qəbrinə and içəsən, Peyğəmbərə and içəsən, bunlar şirk deyil. Allaha şərik qoşmaq deyil. Çünki Allaha şərik qoşmaq olsaydı, Allah Quran-ı Kərimdə günəşə and içir, aya and içir və nəfsin və ma səvvaha, and olsun insana və insanı yaradana, yəni bizə and içir Allah Teala. Şirk olsaydı, Allah bizə şirki öyrətməzdi. Bu Quran-ı Kərimin üslubudur ki, 11 yerdə hələ boş Şəms surəsində and içir, 11 dəfə ardıcı. And içəndən sonra da deyir, and olsun günəşə, aya, filana, insana və nəfsin və ma səvvaha fəəlhəməhə fucurəhə və təqvaha. İnsana pislik və yaxşılığı Allah Teala ilham elədi. İnsana öyrətdi ki, bu pisdir, bu yaxşı. Onları başa saldı insana. Qəd əfləhə mən zəkkaha. 11 dəfə anddan sonra Allah nə desə yaxşıdır insana. Nəfsin paklayan nicat tapıb, uğur qazanıb. 11 andın arxasıca görürsən, deyir ki, sən nəfsini paklasın, uğur qazanacaqsan, müvəffəq olacaqsan, xilas olacaqsan, qurtulacaqsan. Sənin qurtuluşun nəfsinin paklanmasındadır. Başqa paçlıqda heç bir, belə deyək, əlviyu, ayağıviyu, filanıviyu, bu ümumi təmizlik qaydasıdır. Bunu sən eləməsin, ətraf insanlar arasında ikrah hissi yaradacaqsan. Amma sənin ruhun pak olmasa, bunların paklığının heç bir əhəmiyyəti yoxdur. Ona görə burada qəd əfləhə mən zəkkaha, 11 dəfə anddan sonra. İndi digərlərinə and iç, o and sayılmır. İndi müqəddəs bilib and içirsən, o andın ehtiramına, müqəddəsə xatir o işdən çəkinirsən o and içdiyinə görə. Amma şəriətin təyin elədiyi and çərçivəsinə daxil olmur. Ki, bu ancaq Allaha and içmək anlamı burada düzgün sayılır və o andı pozsun kəffarə gələr. Allaha and içdiyin, həmin o andı pozsun kəffarə gələr. Həzrəti Peyğəmbər salavatullah xütbə eləyəndən sonra Həzrəti Mövla əleyhissalam and içdi. Dedi ki, mən gecənin bir qismi qalxıb Rəbbimə ibadət eləyəcəm. Bundan sonra ölənə qədər, nə qədər dünyada yaşayıram, gecənin bir qismi sübh deyil, sübh namazı artıq gündüzün əvvəlidir. Gecəyə aid olan hissədən söhbət gedir ki, gecə məsələn, gecə yarısından sonra qalxırsan, gecə namazı qılırsan, ibadətlə, itaətlə, razı niyazla, Rəbbinlə danışırsan, söhbətləşirsən, münacat eləyirsən, Həzrət əleyhissalam buna görə and içdi ki, gecələr qalxardı, ibadət eləyərdi, itaət eləyərdi. Və Həzrət əleyhissalamdan sonra nəql olunur Həzrət Bilal, Peyğəmbərin azancısı, and içdi o da. And içdi ki, mən hər gün oruç tutacam.
Elə bir gün yox ki, ötürüm, elə bir şey olmayacaq. Hər günümü orucla keçirdəcəm. Həzrəti Peyğəmbər salavatullah. Bilalın andı da belə. Sonra başqa bir şəxs Osman ibn Məzun ki, Peyğəmbərin səhabələrindən biri idi. Bu da and içdi. Dedim, mən xanımımı tərk eləyəcəm və başlayacam ancaq ibadət eləməyə, itaət eləməyə. O qədimdə abidlər olardı, illərlə Quran-ı Kərim keşişlər barədə ayələrdə bizlərə çatdırır. Deyir, onlar özlərindən Allahın göndərmədiyi bir şeyi özlərindən icad eləyib, bidət eləyib dinə gətirdilər. Bunu kim deyir ki, keşiş ömrünün axırına kimi subay qalsın? Elə ibadətinə, itaətinə məşğul olsun. İndi günlərin bir günü İbn-i Məzunun xanımı gəlib, xanım Ayşənin yanına. Peyğəmbər salavatullahın xanımı idi Ayşə xanım, onun yanına gəlib, Osman ibn Məzunun yoldaşı. İndi Ayşə xanım deyir buna, deyir ki, bu nə görkəmdir, niyə özünə bəzək, düzək vermirsən? Var da, indi kişilər arasında müəyyən şeylər var, xanımlar arasında da var. Niyə baxımlı deyilsən? İndi el arasında deyirlər də, filan kəs baxımlıdır, filan kəs baxımsızdır. İndi bu təzə söz deyil də, yəni o dönəmdən var. Və İslam dini, şəriət də insana hər bir halda baxımlı olmağın deyir. Quran demir ki, xanımlar bəzənməsin, yox. Quran deyir, xanımlar bəzənib çölə çıxmasın, cəmiyyətə özünü göstərməsin, təqdim eləməsin. Xanım bəzənsin həyat yoldaşı üçün, bunun savabı, mükafatı çoxdur. Özünə əl gəzdirsin. İndi Ayşə xanım soruşur, Osman ibn Məzunun xanımından, deyir, niyə özünə əl gəzdirmirsən? O deyir, mən niyə bəzənməliyəm ki? Deyir, necə yəni niyə bəzənməlisən? Sənin həyat yoldaşın var. Deyir, mənim həyat yoldaşım məni tərk eləyib, çəkilib, ibadətlə məşğuldur. And içib ki, mən ancaq ibadət eləyəcəm. O deyir, bir nəfər var idi, Züveybir, evlənmək istəyirdi. Mən əvvəllər yadımdadır bu hadisəni bir dəfə nəql eləmişəm. Qısa deyəcəm biraz. Peyğəmbərin səhabələrindən biri Züveybir idi. Biraz zahiri görkəmi yaxşı olmasa da, boyu biraz balaca, biraz qarabəniz, biraz fərqli idi, xilqətcə daha da gözəgəlimli olmasa da, mənəvi cəhətdən çox yüksək bir şəxsiyyət idi. Günlərin bir günü Peyğəmbər salavatullah ona sual verir, Həzrət, deyir, Züveybir, niyə evlənmirsən? Deyir, ey Allahın Peyğəmbəri, mənə bu görkəmdə kimdir gələn? Mənim nə vidim yoxdur, fasonum yoxdur, nə var dövlətim yoxdur, imkanım yoxdur, kasıbam, fəqirəm. Heç bir işim yerində deyil. Nə kasıb fəqirliyim bir yana qalsın. Mənim nəsəb nəcabətim də belə də məşhur deyil. Ki, ərəblərdə o dönəmdə daha çox baxırdı, bu filan kəslərdəndir, filan nəsildən, filan tayfadan. Məndə o da yoxdur. Hər tərəfli məndə bir dənə ruhum var ki, Allah yolunda paçlamaq istəyirəm. Həzrəti Peyğəmbər salavatullah dedi, get filan kəsin evinə. Öz səhabələrindən və zəngin səhabələrindən birinin evinə göndərdi. Onun da deyirlər bir qızı var idi, çox gözəl, yaraşıqlı bir qızı var idi ki, bu Həzrəti Peyğəmbər salavatullah həmən şəxsi özün, Züveybirin özün göndərir həmin ünvana. O da gəlir, həmən şəxsə deyir Peyğəmbərin sahabəsinə, deyir ki, mənə Həzrəti Peyğəmbər göndərdi və dedi ki, get ona denən, qızın üçün elçi gəlmişəm, get belə denən. Və məni Həzrəti Peyğəmbər salavatullah göndərdi. Gedir deyəndən sonra deyir ki, sən özünü nə hesab eləyirsən? Ümumiyyətlə. Sən bir özünə bax, sən bir nəsəb nəcabətə bax, sən bir var dövlətə bax ki, heç nəyin yoxdur və mənə bax, mən sənə qız verərəm. Bir bunu dedi, Züveybir də xəcalət çəkdi, utandı, başını saldı aşağı, gəldi Həzrəti Peyğəmbər salavatullahın yanına qaydanda,
Bu şəxsin qızı Dəlfa adında, qızı Dəlfa idi, adı Dəlfa idi. Dəlfa o biri otaqdan ya o biri tərəfdən eşidirdi bu atası ilə Cüveybirin danışığı. Cüveybir oradan çıxan kimi Dəlfa gəldi, dedi, atacan, sən Peyğəmbərin göndərdiyi elçini o şəkildə geri qaytardın. Dəlfanın da belə deyə də qapısına hər gün elçilər gəlir. Amma getmir. İndi özünə uyğun heç kimi görmür. Çox da mənəvi və əxlaqlı bir, iffətli bir xanım tarixdə bu cür adlandırılır. Deyirsən, Allahın Peyğəmbərinin elçisin, nümayəndəsin o şəkildə təhqir edərək yola saldın. Xahiş edirəm, dərhal get çat, mənim adımdan danışmayaydın. Və denən ki, mən razıyam. Peyğəmbər əgər göndəribsə mənim qapıma, Peyğəmbər salavatullah tövsiyə edirsə, o şəxsi Peyğəmbər göndərdiyinə Peyğəmbər kimi göndərər? Peyğəmbər nəticə və aqibəti bilmədiyi təqdirdə göndərməz ki. Get Peyğəmbərin yanına çatana qədər çat, onu razı sal. Ki Peyğəmbərə deməsin. Bu xəbərlə Peyğəmbərin yanına getməsin. Atası gəlir Peyğəmbər salavatullahın yanına çatdı, görür ki, Cüveybir artıq çatıb Peyğəmbərin yanındadır. Gəlir, üzrxahlıq eləyir. Cüveybirdən də, Həzrətdən də üzr istəyir. Sonra deyir, mən bunların bütün cehizliyini verəcəm. Bir də onu da qeyd edeyim, həmən dönəmdə, ümumiyyətlə İslamda müəyyən adətləri nəzərə almasaq, həmən dönəmdə xüsusən cehizi oğlan evi verirdi qız evinə. Məsələn, 2 nəfər xanımla bəy ailə qurub, xanım tərəf cehiz vermirdi. Özünə aid olan xüsusi əşyalardan başqa bir cehiz gətirmirdi. Bəy tərəf, kişi tərəf, oğlan evi, belə deyək, cehiz məsələsini fikirləşirdi. Ki, demirəm, bu tətbiq olunsun, elə yaxşıdır, belə yaxşıdır. Salavat zikr eləyə Peyğəmbər, Ali Peyğəmbər. Salam Muhammed və acil fəracim. Gəldi, dedi, üzrxahlığım kimi bir də bu cehizləri də mən verəcəm, qız evi deyir. Oğlan evi verməlidir axı. Və bəy otağın, gəlin otağın mən özüm bir ev verəcəm və o otağı da bağışlayacam bunlara. Və yaşamaq üçün nə lazımdır? Hər bir şəraiti mən quracam bunlar üçün. İmkanlı, zəngin adamdır. Peyğəmbərin dönəmində ən varlı insanlardan biri idi həmən şəxs. Cüveybirə deyir, qəbul edirsən? Cüveybir də nə istəyər? Bunu istəyər də. Deyir, əlbəttə qəbul edirəm. İndi qəbul eləməcəyi nə edəcək? Həzrəti Peyğəmbər salavatullahın iştirakı ilə bu ailə həyatı qurulur. Peyğəmbər salavatullahın yanına gəlir, gəlin bir neçə gündən sonra. Peyğəmbərə şikayət eləyir. Deyir, ey Allahın Peyğəmbəri, məni evləndirdin Cüveybirlə. Sənin elçivi qəbul elədim, elçiliyi. Sənin göndərdiyin şəxsi hörmətlə, ehtiramla qəbul elədim. Amma 3 gündür mən ailə qurmuşam, ailə həyatı qurmuşam. Cüveybir ancaq ibadətlə, itaətlə məşğul, heç mənə tərəf baxmır, bəlkə heç məni sevmir. Mənə qəlbində bir sevgi, istəyi yoxdur. O müstəhəb əməllər var da, həmən günün, gecəsinin, sabahsının birisi günü. Bu Cüveybir elə başlayıb o əməllərdən elə 3 gündə bunun əməlləri davam edir. Həzrəti Peyğəmbər Cüveybiri çağırdı. Dedi, sən neynirsən, sən ürəyin istəmir o xanımla ailə qurmaq, əvvəldən istəməydin. Əgər almısansa, istəmisənsə və bu evliliyi baş tutubsa, sən elə ibadətlə, bu hansı dindir, hansı İslamdır ki, elə deyir, ancaq elə ibadət elə, heç xanımıva tərəf baxma. Həzrəti Peyğəmbər salavatullah Cüveybiri başa salandan sonra, Cüveybir bildi ki, İslam bu demək deyil. Ki, ancaq elə ibadət, ancaq namaz, qalx, otur, ibadət elə. İslamı biz bəzən elə belə başa düşürük. Çox təəssüflər olsun ki, belə başa düşürük.
İslam nədir? İslam odur ki, hər bir yerdə sənə aid olan işin öhdəsindən gələsən. Özdə məsuliyyətlə öhdəsindən. Və İslamın mahiyyəti budur. İslam bunun üçün gəlib. Ki, sənə məsuliyyətli olmağı öyrədə. Niyə bizə deyir Allah Teala 5 vaxt namaz qıl? Sübh namazı filan vaxtı, zöhr filandır, əsr filandır, şam namazı, məğrib, işa namazları, xiftən namazları indi biz deyirik, məğrib və işa namazları. Niyə deyir bunu belə eləməlisən? Ona görə deyir ki, biz məsuliyyətli olaq. Bizim məsuliyyətimiz olsun ki, hər bir işin vaxtı var. Hər bir işin zamanı var. Bu zaman sən ailədə məsuliyyətli olacaqsan. Ustasan, fəhləsən, həkimsən, müəllimsən, mühəndissən, nə olursan ol, fərqi yoxdur. Öz işində məsuliyyətli olacaqsan. Öz vəzifələrini məsuliyyətli şəkildə icra eləyəcəksən. Bu zaman sən İslamın mahiyyətini dərk eləyəcəksən. İndi Osman ibn Məzunun da xanımı gəldi, xanım Ayşə dedi. Dedi, mənim həyat yoldaşım məndən üz döndərib. Mən kənarda qalmışam. Heç mənim üzümə baxmır. Mən niyə bəzənməliyəm? Nəyə görə bəzənməliyəm? Niyə baxımlı olmalıyam? Ki, öz həyat yoldaşın sonra hədis deyir, ayə deyir, bəzən. Mənim həyat yoldaşım da mənə baxmır heç. Belə öz ibadəti ilə, ki, bu abiddir filandır. Həzrəti Peyğəmbər sallallahu qəzəbləndi. Qəzəbləndi. Özü də deyir, and içib. Buna and içib. Ki, ancaq bundan sonra ömrümü həsr eləyəcəm ibadətə, itaətə. Həzrəti Peyğəmbər sallallahu bütün səhabələrə elan verdi ki, toplaşın hər biriniz məsciddə. İndi bu işin mahiyyəti görün nədir ki, Həzrəti Peyğəmbər sallallahu cəmiyyəti topladı, məsciddə artıq bir xutbə oxudu, söhbət elədi, insanlara moizə elədi, nəsihət elədi. Peyğəmbər sallallahu buyurdu ki, ey filan kəslər, ay insanlar, ay səhabələrim, ey müsəlmanlar, ey möminlər, İslam dini bu demək deyil ki, sən hər bir şeydən üz döndərib, ancaq namaz qılasan, gecə gündüz ibadət eləyəsən. Mən Allahın Peyğəmbəriyəm, hər gün oruç tutmuram. Ki, bu Bilal, Həzrəti Bilal dedi, hər gün oruç tutacam. Mən Allahın Peyğəmbəriyəm, indi məqamı da bəllidir də, mən Allahın Rəsuluyam, Peyğəmbəriyəm, hər gün oruç tutmuram, lazım olan vaxtlar oruç tuturam. Bütün gecəni ibadət eləmirəm. Gecənin bir qismi mənim də şəxsi və təbii işlərim var. Onlarla məşğul oluram. Və digər işlər Quran buyurur, o da sizin kimi bir bəşərdir. O da sizin kimi bazarlarda gəzir. Öz işləri, məişət işləri ilə məşğul olur. Peyğəmbər də insandır, bizim kimi bir insandır. Ənə bəşərun mislukum yuha iləyyə. Bir dənə fərqimiz budur ki, vəhiy gəlir mənə. Allah mənə vəhiy göndərir və mən də ona əməl eləyib sizə təqdim edirəm o vəhiyi. Peyğəmbər sallallahu bu ayələr nazil oldu həmən zamanda. Məhz həmin bu hadisiyə görə nazil olub bu oxuduğumuz ayələr. Buyurur, ya əyyuhəl-ləzīnə āmənu la tuharrimu tayyibati ma ahallallahu lakum. Ey möminlər, Allahın sizə halal elədiyi şeyləri özü üçün haram eləməyin. Və la tə'tədu, həddüzü aşmayın. Bəzi işlər var, o haramlara getmək. Və yaxud da ki, halalı haram eləmək, o da hədd aşmaqdır da. Sən niyə özündən halalı gətirib harama çıxardırsan? Adam var elə, əlvin nəyə atırsın, deyir haramdır. Əlvin nəyə, o olmaz, bu olmaz. Açıq bir imkan ver, insanlar yaşasın, insanlar görsün, insanlar bilsin, insanlar bir yediyin bilsin, içdiyin bilsin, gəzdiyin bilsin. Haramları demirəm, halallardan söhbət gedir. İnnəllaha la yuhibbul mu'tədin. Çünki Allah həddi aşanları sevməz. Və kulu mimma razaqakumullahu halalan tayyiba. Allahın sizin üçün pak və halal yaratdıqları ruziləri istifadə eləyin, yeyin. Vəttəqullahəl-ləzi əntum bihi mu'minun. İman gətirdiyiniz o Allahdan qorxun. Ki, hökmü o verib. La yuaxidukumullahu billəğvi fi əymanikum.
boş və faydasız işlərə and içdiyinizə görə Allah sizi o andı pozsuz, Allah sizi cəzalandırmaz. Ki Bilal and içmişdi həmin and. Həzrət Əli əleyhissalamın andı yerində idi. Çünki o dedi, gecənin bir qismi ibadət eləyəcəm. Bir qismi ibadətlə məşğul olacam. Bu düzgün və mübah bir anddır. Bunun problemi yoxdur. Bunu pozmaq olmaz, başqa sözlə desək. Amma onlara dedi ki, Bilala dedi, Həzrəti Bilala dedi, sonra Osmana dedi, Osman ibn Məzuna dedi ki, siz andlarınızı pozun. O andı pozduğunuza görə sizə kəffarə gəlməyəcək, onun üçün narahat olmayın. Allah sizə cəza verməz ona görə. Və lakin yuaxidukum bima əqqəttumul əyman. Amma o andlar ki, onları siz bir düzgün, dürüst müqavilə əsasında icra eləmisinizsə, yəni düzgün şeylərə, bayaq əvvəldə işarə elədiyimiz düzgün və dürüst andlardandırsa, bəli, ona görə Allah sizə cəza verər ki, ardıca da həmin o andların kəffarəsi nədir? Bayaq dediyimiz tərtiblə izah eləyir və bu ayələr həmən dönəmdə nazil oldu. Allahın bizə halal elədiyi nemətlər nədir? Allah bizə nələri halal edir? Allah bizə nələri haram eləyib, onlardan başqa hər bir şeyi halal eləyib. Diqqət edin. Biz haramların bəzən əhatə dairəsini çoxaldırıq, yox. Haramlar məhduddur. Haramlar məhduddur. Görsən, haramların adları var. Filan, 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 filan. Haramların adları var. Murdarlar nədir? Dünyada 10 dənə murdar var. Və onlara toxunmaqla murdar olar bir insan. Əli, ayağı filanı. Ki, onları indi daha ehtiyac yoxdur, mən saymıram. Həmin o murdar, məsələn, qandır, filandır. Bunlar 10 dənə murdardır. O 10 dənə murdardan başqa, ya 11 dənə murdardan başqa, indi bəziləri 11 deyir, bəziləri 10. O 11 dənə murdardan başqa nə varsa hər bir şey paçdır. Bir dənə şərtlə digər şeylər murdar ola bilər. Həmin o murdarlara həmin paç şey toxuna. Yaş formada, məsələn, qandır, əlimdə qan. Əlimdə qan var. Bu qanı vurdum bu bir tərəfə, burada murdarlandı. Amma yox, bura öz-özlüyündə paç idi. Bu qandır, qan. Qan murdardır. Amma biz nə eləmişik? Biz elə hər şeyi murdar qələmə vermişik, təqdim eləmişik. 11 dənə murdar var dünyada, yerdə qalan milyardlarla paçlar var. Paçları heç kim gətirib müzakirə eləmir. Deyir, nə oldu? Elə hamısı murdardır. Nə qədər dünyada haram şey var, məhdud sayda ki, Allah Quran-ı Kərimdə və hədislərdə buyurulur hökmləri, filan şey haramdır, filan şey haramdır, filan. O məhdud saydadır, məsələn, bir 50 dənədir, 60 dənədir, 80, bunlar haramdır, istifadə eləmək olmaz, bunlardan istifadə eləmək olmaz, çəkinmək lazımdır, günahdır, filandır, yerdə qalan nə varsa hamısı minlərlə, milyonlarla onlar icazəlidir. Onlardan istifadə elə. Ona görə əzizlər, paçlar və halalların əhatə dairəsini kiçiltmək lazım deyil. Ona görə Quran-ı Kərim buyurdu: "Taha ma ənzəlnə aleykəl Qur'anə litəşqa." Ey peyğəmbər, biz bu Qur'anı sənə göndərməmişik ki, sən özünü çətinliyə salasan. Sənin üçün göndərmişik ki, sənin işlərin yoluna düşsün, rahatlaşasan. Həzrəti Peyğəmbər salavatullah buyurur: "Tələbul halal fərizə alə kulli muslimin və muslimətin." Halal ruzi əldə eləmək üçün səy eləmək, çalışmaq hər bir müsəlman kişi və müsəlman xanıma vacibdir. Halal ruzi qazanırsa. İndi ruzilərdən danışaq. Ruzi qazanmaq hər bir müsəlmana vacibdir. Müsəlman kişi və xanıma. İndi bəzilər deyir, yaxşı, bəs xanımlara deyirlər, ancaq evdə otur. Bəli, elə bir şərait olar, uyğun olar. Xanım qazanmaq istəyər, ruzisini qazanmaq istəyir, İslam məhdudiyyət qoymuyor. Məhdudiyyət qoysaydı, Peyğəmbər deməzdi, Həzrəti Peyğəmbər, hər bir müsəlman kişi və müsəlman xanıma fərizətun alə kulli muslimin və muslimətin, hər bir müsəlman kişi və hər bir müsəlman xanıma ruzi, halal ruzi qazanmaq vacibdir. Fərizədir. Fərizə yəni fərzdir, vacibdir.
Ki, xanım da gedib qazana bilər. Amma deyir, halal şəkildə. Kişi də qazana bilər. İnnə minəz-zunub zunubən la yukəffiruhə salatun və la sədəqə. Peyğəmbər sallallahu buyurur ki, bəzi günahlar var ki, onların kəffarəsini nə namaz əvəz eləyə bilməz, nə sədəqə ödəyə bilməz. Diqqət edin. Bu söz heç bir, bundan başqa heç yerdə gəlməyib bu ifadə. Bəzi günahlar var ki, onu nə namazla bağışlatdıra bilərsən, nə sədəqə verməklə bağışlatdıra bilərsən. Sədəqə barədə deyir Həzrət, deyir 70 dənə sənə çatacaq bəlanı səndən uzaqlaşdırar, bircə sədəqə. Hətta bəzi yerlərdə buyurur, yəqini ölümü insandan uzaqlaşdıra bilər sədəqə. Gör Allah sədəqədə nə gözəllik qoyub, nə təsirlər qoyub. Məsələn, mən bugün sədəqə verdim 1 manat, mən bugün ölməliydim. Bir bəlaya düçar olmalıydım. Yolla gedəndə mənim maşın vuracaqdı, öləcəkdim. 1 manat burada sədəqə verdim, çıxdım, day o maşın gəlmədi, vurmadı məni. Görsən, onun da bir dənə işi çıxdı həyatda, maşını sürənmədi, filan eləyənmədi və işləri yubandı, mən gəldim, keçdim, day vurmadı məni. 1 manata görə deyir, sənin həyatın dəyişilə bilər. Bir sədəqiyə, söhbət orada manat deyil ki, söhbət orada Allaha xatir elədiyin yaxşılıqdır, ehsandır, gözəl bir işdir. Sədəqə nədir? Bir dənə təbəssümlə birinə salam versin, o da sədəqədir. Sədəqə təkcə maddi deyil. Biz öyrəşmişik, ona görə misallarımız da adətən elə maddiyyata vurulur. Həzrəti Peyğəmbər sallallahu buyurur ki, bəzi günahlar var ki, nə o günahları sədəqə bağışlatdıra bilməz, nə də o günahları namaz bağışlatdıra bilməz. Ən böyük zikr olan namaz bağışlatdıra bilməz. Onları bir nəfər dedi Allahın Peyğəmbəri. Bəs nə onları bağışlatdıra bilər? Fəma yukəffiruhə qalə əlhumun fi tələbil məişə. Halal ruzi qazanmaqda, ailəvi dolandırmaqda ciddi cəhdlə çalışırsan, təlaş eləyirsən. Özünü atırsan ora, bura, ruzi qazanırsan. Görürsən burada alınmır, gedirsən ora, orada alınmır, gedirsən ora. Deyirsən o günahları bağışlatdıra bilərsən ancaq bu yolla. Öz ailən üçün, məişətin üçün halal ruzi qazanmaq uğrunda çabaladığın təqdirdə bağışlatdıra bilərsən. Əl-ibadətu əşərətü əczain tis'ətun minha fi tələbil halal. İbadət Həzrəti Peyğəmbər sallallahu yenə buyurur, 10 hissədən ibarətdir ibadət. İbadətin 10 bölməsi var, 10 şöbəsi var. Onlardan 9'u halal ruzi qazanmaqdır. 9'u. Yerdə qaldı 1%, biri bizim o digər ibadətlərimizin hamısı o biridir. O bir hissəsidir. 9'u halal ruzi. Halal ruzi deyir, haram yox, harama aid deyil. İndi bir nəfər tənbəllik eləyir, bir nəfər əziyyət çəkmək istəmir. Elə istəyir, hazır otursun, əyləşsin, gətirsinlər, versinlər. Ən böyük bəla Həzrəti Peyğəmbər sallallahu buyurur ki, müvəffəqiyyətin ən böyük bəlası tənbəllikdir. Ən böyük bəla, müsibət, insanları pisliyə çəkən nədir? Bəla, o tənbəllikdir ki, insan tənbəllik eləyə, qazanmaq istəmə. Ma damə kəsluhu xabə əməluh. İnsan, Həzrət Əli Aleyhisselam buyurur, nə qədər ki, insanın tənbəlliyi davam eləyəcək, heç bir arzusuna çatmayacaq. Bizim sözlə desək, arzuları ürəyində qalacaq. Görürsən, adam var, əyləşib, o biri dedi, molla, mənim atam cənnətə gedər, cəhənnəmə, sən bilərsən. Dedi, atım bala, namaz qılır, dedi, yox, namaz qılmır. Amma namaz qılanlara xüsusi hörməti var idi. Dedi, oruç tuturdu, dedi, yox, oruç tutmurdu, amma oruç tutanları çox istəyirdi. Xumus verirdi, zəkat verirdi, bir sədəqə verirdi, yox, onların heç birini eləmirdi. Amma onları eləyənləri çox istəyirdi. Həmin adamları çox sevirdi. O deyir, biri gəldi, yol gedirdi, gördü, biri ağlayır, oxşama qurub ağlayır. Gəldi, yaxınlaşdı, dedi, niyə ağlayırsan? Bunun da əlində bir 4-5 dənə çörək evinə aparır. Dedi, 1 manatım var idi, məsələn 1 manat deyirəm də, filan qədər məbləğim var idi, bir dənə çörək alacaqdım ona, onu da itirmişəm. İndi çörəyim yoxdur, evə necə gedim, övladlarım, xanımım, acdılar, evə bilmirəm hansı üzlə gedim.
Ona görə ağlayıram. Bu da qoşuldu, ağladı. Bir yerdə başladılar ağlamağa. Birdən-birə bu Politrenin yadına düşdü. Dedi, bir dayan, sən niyə ağlayırsan? Deyir, sənin gününü ağlayıram da, sənin dərdini ağlayıram. Deyir, səndə bir 4-5 dənə çörək var. Onun birini ver mənə. Mən gedim evə, yedirdim evdə, içirdim, əməlli başlı. Sən də ağlama, mən də ağlamayım. Bu bəladan ikimiz də qurtulaq. Dedi, onu eləyə bilmərəm. Nə qədər istəyirsən ağlayım, ancaq onu eləyə bilmərəm, onu eləməyəcəm. Deyir, atın namaz qılır, deyir, ancaq namaz qılanları çox sevirdi. Oruç tuturdun, oruç tutanları sevirdi, amma öz oruç tutmurdu. Xumusdur, zəkatdır, sədəqədir, həccdir. Day ölürdü də həccə gedənlər üçün. Gedib gələndən sonra gedib qucaqlayırdı, yapışırdı, o üzün, bu üzün. Öpürdü. Bir dənə də orada mənə, məsələn, təsbih gətir, araqçın gətir. Deyir, indi sən nə cavab verirsən, ay molla, atam hardadır? Dedi, valla sənin atın indi oturub cəhənnəmdə, cənnətdəkiləri sevir. Qəlbində sevgi var, cənnət əhlində olan böyük bir sevgidir, amma cəhənnəmdə yanır. Görürsən, insan elə belə fikirləşir. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, nə qədər ki insan tənbəl olacaq, arzuları ürəyində qalacaq. Həzrəti Əli əleyhissalam üzr istəyirəm. Buyurur, insan nə qədər tənbəl oldu, arzuları ürəyində qalacaq. İnni la'abghidu ar-racula an yakuna kaslanan an əmri dünya. Həzrət İmam Baqir əleyhissalam buyurur. Buyurur, dünya işlərində tənbəl olan şəxsdən mənim acığım gəlir. İmam Baqir əleyhissalam buyurur. Dünya işləri deyil, ha. Ahirət işləri hələ qalsın bir yana. Durub namaz qılmağından danışmır, oruç tutmağından danışmır, sübhə qalxmağından, gecə namazına qalxmağından danışmır. Buyurur, dünya işlərində bir adam tənbəllik eləyə. Mənim özdə ləəbğid. Həzrət buyurur, inni, 2 dənə təkid var burada. Bir innə kəlməsi təkid bildirir. İkincisi isə lə orada, lam-ı ibtida deyək, innənin və yaxud da ənnənin xəbərinə gələr, ya filan olar. Həmin o kəlmə, 2 dənə təkid ifadəsi gəlib, hərfi gəlib o kəlməyə. Həzrət buyurur ki, mənim əlbəttə acığım gəlir o şəxsdən, qəzəbliyəm o şəxsə qarşı ki, dünya işlərində tənbəllik eləyə. Və mən kəsələ ən əmri dünyahu fəhuvə ən əmri ahirəti əksəl. Niyə? Ey Allahın Peyğəmbərinin nəvəsi deyir, ona görə ki, dünya işlərində tənbəllik eləyən, ahirət işlərində daha çox tənbəl olar. Çünki bu durub, deyir, günlərin bir günü yığmışdılar tənbəlləri bir dənə böyük bir binaya ki, seçsinlər, görsünlər, hansı daha çox tənbəldir. Arada müsabiqə keçirdirlər onlar. Hansı daha çox tənbəldir? Bir od vururlar, həmin binanı yandırırlar ki, bilək görək kim daha çox tənbəldir. Deyir, biri pəncərədən başını çıxardır. Cümə günündə, bayram günlərdə belə sözlər demək olar. Başını çıxardır pəncərədən, deyir, mənə kömək eləyin, mənə kömək eləyin. Hamı düşüb qaçır, bu tənbəl başını çıxardır pəncərədən ki, ay cəmaət, mənə gəlin kömək eləyin. Hələ tam od tutmayıb, yayılmayıb. Deyir, o biri də yanından deyir, məni də deyir, məni də deyir, mən üçün də deyir, məni də deyir. İndi o pəncərədən də çıxmır da. İndi bilmirəm o tənbəlin axırı necə oldu, onu yalan deyərəm. Amma insan görürsən, tənbəl olur belə, nəticə nədir? Nəticə Həzrət buyurur ki, dünya işlərində belə, ölüm qalım məsələsində burada tənbəl olan, ahirət işlərində ümumiyyətlə tənbəl olar. İyyâke vel kesel vel zacar innehuma miftahu kulli su'in. Tənbəllik və hövsələsizlik. Görürsən, adam var, tez bir zaman özündən çıxır. Bir saniyənin içində özündən çıxır. Aləm qarışdırır bir-birinə, biraz keçir, peşman olur. Deyir, tənbəlliklə bu hövsələsizlik ikisi. Həzrət buyurur ki, hər ikisi bütün pisliklərin açarı bulardır. Hansı pisliyə daxil olmaq istəyirsən, bunlardan istifadə edib rahat şəkildə gedib həmən pisliyə daxil ola bilərsən. Həzrət İmam Sadiq əleyhissalam Hişama buyurur, səhabələrindən birinə. Bu hədisi deyim, sözümü yekunlaşdırıram. Çünki mövzu biraz uzun olacaq. Həzrət buyurur Hişama, deyir, ey Hişam, elə ki döyüş meydanındasan, o ruzi qazanmağın əhəmiyyətini çatdırır. Deyir, zəhmət çək, qazan, o ruzivi qazan. Adam var elə oturub deyir, Allah yetirəcək. Nəyi yetirəcək? Get hərəkət, Allah deyir. Deyir, hərəkət elə.
Çalış, vuruş. İmam Sadiq əleyhissalam buyurur, ya Hişam, in rəeytə siffeyn qad iltəqəyə fəla tədə'ə tələbər rizqı fi zalikəl yevm. Bundan böyük söz yoxdur. İnandırın, bundan dəhşətli söz yoxdur. Deyir, ey Hişam, elə ki döyüş meydanında öncə pədəsən, düşmənlə üzbəüzsən, düşmən artıq səni vurub öldürür. Həmən günün ruzusu üçün də səy göstər. Diqqət elə. Həmən günün ruzusu üçün də çalış. Day ölürəm də, day onu söyləyəcəm. Deyir, yox, ölürəm deyil. Sən hələ yaşayırsan, hələ nəfəs alırsan, sən səy göstərməlisən, sən çalışmalısan. Çalışmasın heç bir fayda olmayacaq. Heç bir müvəffəqiyyət və uğur əldə eləyə bilməyəcəksən.